Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan Melisa Group tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub. Turkistan AS məlumat verir ki, təqdimata Xətai rayon məhkəməsində hakim Aygün Həsənamanın sədrliyi ilə baxılıb. İstintaq orqanının təqdimatı təmin edilib və Qalib Məmmədov haqqında 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü cinayətdə iştirakçılıq cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkir dəstə və ya cinayətkar birlik, cinayətkar təşkilat yaratma və ya bunlara rəhbərlik etmə 186. 2. İkinci əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham irəli sürülüb. Əlavə edək ki, martın 27-də Bakı şəhəri Yasamal rayonu Alatava ərazisində aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü tutulub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı Melisa Group tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.